Bakının Nizami rayonunda otelə qadın çağıran 28 yaşlı oğlanın başına iş gəlib. Telegrafın əldə etdiyi xəbərə görə Ağsu rayon sakini 1997-ci il təvəllüdlü transseksual Samir Instagram sosial şəbəkəsi vasitəsilə tanış olduğu İlqar adlı şəxslə əlaqədə olmaq barədə razılığa gəlib. Samir İlqarın dəvəti ilə 10 yanvar 2024-cü ildə gecə saat 2 radələrində Emerald otelə gəlib. Bu zaman İlqar çağırdığı şəxsin qadın olmadığını görüb, onunla görüşmək, ona pul vermək istəməyib. Onların arasında mübahisə baş verib, mübahisə zamanı Samir deşici kəsici alətlə 2 dəfə İlqarın qarın nahiyəsinə vurub. İstintaq orqanı tərəfindən Samirin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, ləqəbi Samişdir. Yanvarın 9-da axşam saat 21 radələrində tanımadığım şəxs mənə zəng etdi. Görüşmək istədiyini bildirdi. Razılaşdım, hara gələcəyimi soruşdum. Nizami rayonunun ərazisində Emerald otelində görüşəcəyimizi dedi, adının İlqar olduğunu bildirdi, deyə o ifadəsində göstərib. Təqsirlənən şəxs qeyd edib ki, İlqarla görüşmək üçün yola çıxıb. Yolda olarkən rəfiqəm Ayan ləqəbli şəxsi yığdım və harada olduğunu soruşdum. O, Nice Life oteldə müştəri ilə görüşdüyünü və işini yekunlaşdırmaq üzrə olduğunu bildirdi. Ayana, Nice Life otelinin yanında yerləşən Emerald otelə gəldiyimi, məni gözləyə bilib-bilməyəcəyini soruşdum. Ayan heç bir problem olmadığını, məni gözləyəcəyini dedi. Mən Emerald otelinin qarşısına çatdıqda Ayan da Nice Life otelindən çıxıb Emerald otelin qarşısına gəldi. Birlikdə otelə daxil olduq. İkinci mərtəbədə İlqarın olduğu otağa qalxdım. Ayan isə otelin lobisində gözlədi. İlqarla otaqda oturaraq 10-15 dəqiqə söhbət etdik, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Samir deyib ki, daha sonra şəkildəki şəxsin ona oxşamadığını deyib. Cavabda dedim ki, pulumu ver, gedim. O qışqıraraq taxtın üstünə çıxdı. Otaqda olan şüşə su butulkasını yerə çırparaq sındırdı. Şüşənin sınıq hissəsini əlində tutdu. Mən də otaqda olan şüşə stəkanı stolun üstünə vuraraq sındırdım və əlimdə saxladım. İlqar heç bir səbəb olmadan qışqırdı. Mən də əsəbləşdim. Əlimdəki şüşə stəkanın qırığını divara çırpmaq istəyəndə İlqarın qarın nahiyəsinə dəydi. İlqara qəsdən xəsarət yetirməmişdim. Səsküyə otağa rəfiqəm Ayan, otelin bir neçə işçisi, daha sonra isə polis əməkdaşları gəldilər. Əməlimdən peşmanam, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişəm, onunla barışmışam, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərər çəkmiş qismində ifadə verən İlqarın sözlərinə görə yanvarın 9-da saat 21 radələrində işdən çıxdıqdan sonra dincəlmək məqsədi ilə Emerald otelinə gedib. Otelin ikinci mərtəbəsində otağa qalxdıqdan sonra Instagram sosial şəbəkəsində pul müqabilində cinsi əlaqədə olan şəxsin səhifəsini tapdım. Onunla əlaqə saxladım, görüşmək istədiyimi bildirdim. Telefon vasitəsilə mənimlə danışan şəxs adını istintaq zamanı bildiyim Samir yox, qadın idi. Həmin qadınla razılaşaraq onu otelə dəvət etdim, deyə İlqar ifadəsində göstərib. İlqar qeyd edib ki, yanvarın 10-da gecə saat 1-2 radələrində otağın qapısı döyülüb. Qapının açanda 2 nəfər transseksual gəldiyini gördüm.
onlara transseksual yox, qadın çağırdığımı bildirdim. Samir otağa keçdi, o biri isə çöldə qaldı. Aramızda mübahisə yarandı. Samir məndən 150 manat pul tələb etdi. Mən 50 manat verə biləcəyimi və getməyini söylədim. Samir şüşə butulkanı divara çırparaq sındırdı. Butulkanın qırığı ilə qarnımın sağ tərəfinə 2 xəsarət yetirdi. Bundan sonra digər transseksualla birlikdə getdi deyə zərər çəkmiş şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Nizami rayon məhkəməsində baxılıb. Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkmişlə barışıb, şikayətini geri götürüb. Bu səbəbdən hakim Samirin barəsində olan cinayət təqibinə xitam verib, o cinayət məsuliyyətindən azad edilib.